Vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə iblis faciəsini müzakirə edəcəyik. Nəzərinizə çatdırım ki, Hüseyn Cavidin yaradıcılığında olan bir sıra əsərlərin təhlili artıq kanalımızda mövcuddur. İblis də imtahanın favorit mövzularından biridir. Ona görə də bu əsəri xüsusi təhlil etmək istədim. Bilirsiniz ki, bizim təhlillərimiz sırf oxu üzrə qurulur. Yəni ki, mütaliə edərək ən önəmli hissələri sizlə bölüşəcəyik. Əşxas hissəsinə baxaq. İblis, mələk. Bunlara diqqət. İxtiyar şeyx, ağsaqqal. Daha sonra xavər, ixtiyarın torunu, nəvəsi yəni. Arif, pərişan saçlı, sadə geyimli bir gənc. Vasif, könüllü bir türk zabiti. Arifin küçük qardaşı. Küçük zabit, Vasifin arkadaşı. Rəna, son dərəcə gözəl bir şəfqət həmşirəsi, türk. İbn Yəmin, 45 yaşında, qaraşın bir ərəb zabiti. Yaralı zabit, Rus ordusuna mənsub bir gənc. Teyf, Rənanın məqtul babasının xəyalı. Elxan, zabit, əskəri qaçaq. Zabitlər, əskərlər və haydutlar. İlk pərdə. Bağdad civarında, diqqətli olun, hadisələr harda baş verir? Bağdadda. Bağdad civarında ağaçlıq, mənzərəli bir güşə. Pərdə açıldıqda Arif bir tərəfdə taxta bir karyola üzərində əlinə təkyə edərək uzanıb düşüncəyə dalmış. Səhnə qaranlıq, ətrafda göy gürültüsü, şimşək çaxışı, trompet sədaları, top, tüfəng, bomba partlayışları. Qarşıda səhnənin nihayətində iki böyük göz, pəncərə, atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Birkaç zabit əldə durbin müharibə komandası ilə məşğul. Gözlərin birində iblis, digərində mələk görünür. Deməli, həmin o iki pəncərədən birində iblis var, birində isə mələk. Gürültüdən sonra sükut. Bu nitqlərə diqqət edin, dəyərli şagirdlər. Bunların kimə aid olduğunu bilmək lazımdır, bəzən çaşdırır uşaqlar. İblis məmnun qəhqəhələrlə. Əsər iblisin nəyi ilə başladı? Dialoqu ilə. Dəryalara hökm etmədə tufan, səhraları sarsıtmada vulkan, sellər kimi axmaqda qızılqan, canlar yakar evlər, yıxar insan. Mələk, ya Rəbb, bu nə dəhşət, nə fəlakət, ya Rəbb, bu nə vəhşət, nə zəlalət, yox kimsədə insaf-ı mürüvvət, iblisə mi uymuş bəşəriyyət? Bura diqqət edin, bu nitqi bəzən Arifin nitqi formasında verib sizi çaşdıra bilərlər. İblisin müstəhsi və sürəkli qəhqəhələri ilə bərabər yenə göy gürültüsü, top, mitralyoz sədaları başlar, sonra sükut. İblis çılğın qəhqəhələrlə. Toplar veriyor aləmə dəhşət, dəhşət, qopuyor sanki qiyamət. Yağmur kimi göydən yağar atəş, atəş qaralar, dalğalar atəş. Mələk, ya Rəbb, azacıq lütfi inayət, qəhr olmada artıq bəşəriyyət, başdan başa həp yer üzü vəhşət, iblis ilə həmrəngi siyasət. Burada da mələyin nitqinə diqqət edin, yenə Arifin nitqi ilə sizi çaşdıra bilərlər. Burada da biz görürük ki, mələk Allaha müraciət edərək bəşəriyyətin qəhr olduğunu, yəni qahr olmaq ifadəsidir bu, yox olduğunu, məhv olduğunu bildirir və başdan başa yer üzünün vəhşət içində və iblislə eyni, yəni həmrəngi siyasət bərabərləşdiyini deyir. Bu hissədə də diqqətli olaq. Arif uykudan oyanır kimi alnını və gözlərini ovuşdurur, yerindən qalxar göyə doğru. Dünyaları yoxdan yaradan ey ulu tanrı, ey xaliqi hikmət, ey varlığı yox yoxluğu vardan daha dilbər, ruhum səni izlər. Lütf et o gözəl çöhrəni bir an bana göstər, könlüm səni özlər. Uydum da peyğəmbərlərə qanunə kitabə, duydum yenə qəsvət. Başdan başa həp qəhr-ü qəzəb, tövbə inabə, həp zəfə əlamət. Yəni zəifə. Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, yox rəhbər vicdan. Sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat, bir şölə-i irfan. En, gəl bana, yaxud bəni yüksəklərə qaldır, gəzdir qonağında. Deyir, ya sən en, ya da məni öz bərabərinə qaldır, özündə, öz qonaqlığında məni bir növ qonaq kimi qəbul et və gəzdir.
Yerlərdə süründüm, yetişir, göylərə qaldır, dindir qucağında. Qaldır bəni bir seyr edəyim, xoşmu, gözəlmi, cənnətdə mələklər. Qaldır bəni ta görməyim insandakı zülmü, bax yer üzü inlər. Deməli, burada mələyin nitqi ilə oxşar məsələlər var. Ona görə əsasən çaşdırırlar uşaqlar. Bu hissələrə çox diqqət yetirin. Yəni ki, biz burada Arifin göylərə ucalmaq istədiyini, Allaha qovuşmaq istədiyini görürük. Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət bulmazmı nihayət? İnsanları xəlq etmədə var bəlkə də hikmət, iblisə nə hacət? Burada da deyir ki, insanları xəlq edərkən bəlkə də bir hikmətim var, bəs iblisə nə gərək var idi? Bu nitqi də yenə mələyin nitqi kimi verib çaşdıra bilərlər, ancaq biz öyrənirik ki, bu Arifin nitqidir. Yorğun və düşüncəli bir halda iskəmləyə oturur, dərhal səhnənin işığı azalır. İblis sürəkli və istehzalı qəhqəhələrlə yerdən, alevlər içindən çıxar, yıldızlı və əflatuni ridasının ətəkləri hərəkət etdikcə atəşrəng sima və əlbisəsi parlar, durur. İblis: Arif, bana bax, sən də mi efhamə qapıldın? Biçarə çocuq, sən də mi iblisə takıldın? Dahilər, ululəzm nəbilər belə bəndən, heç vəclə təxlisi giriban edəməzkən, daim bəni təhqir edərək əyləniyorsun, həp söyleniyorsun. Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də bazicə olursun qoca iblisin əlində. Yəni, baxın, burada biz həqiqətən də iblisin bu proqnozunun gerçəkləşdiyini görürük. Deyir, bir gün gələr, sən də bu iblisin əlində qalarsan. Ona görə deyir, mənə sataşma, ilişmə. Məndən bu cür təhqir edərək əylənmə. Biz həqiqətən də görürük. Nə edir? Arif içkiyə, qızıla, silaha həris olur. İnsanların ölümünə səbəb olur. Birdən çox insanın özdə. İblis o böyük qüdrət, o atəşli müəmma bir gün səni də kəndinə eylər kölə. Elədimi? Elədi. Heyhat olamaz dərdinə bir kimsədən imdad, imdada qoşar, qoşsa fəqət ah ilə fəryad. Deməli, burada da iblis ona xəbərdarlıq edir ki, bəs sən də mi efhamə qapıldın, sən də mi iblisə ilişdin, sataşdın? Ridasının ətəklərini Arifin yüzünə sürər, laubali qəhqəhələrlə çəkilib gedər, səhnə aydınlaşır. Arif şaşqın, sinirli bir təvrlə saçlarını qarışdırır, içəri girməkdə olan ixtiyara həyəcanlı və müzdərib. Gəl bana, gəl eylə bənim dərdimə çarə. Deməli, ixtiyara müraciət edir. Buna diqqət edin, sizi çaşdırarlar ki, bunu kimə deyir? İxtiyara, ixtiyardan məsləhət alır. Oğlum, mədəni aləmi nifrətlə buraxdın, gəldin şu cədəlsiz bədəvi aləmə çıxdın. İnsandakı haqsızlığı, zülmü unut artıq, qəlbindəki nifrətləri, vəhşətləri yak, yığ. 100.000 deyil iblisə uyan, həp bəşəriyyət etmiş bu gün ev yıxmağa, qan içməyə adət. Arif, unut oğlum, unut artıq, bəni dinlə, sən kəndini məhv eləyəcəksin bu gedişlə. Deməli, Arif ondan, yəni ixtiyardan kömək istəyir. İxtiyar da ona deyir ki, sən bu qədər deməli fikirləşmə, bu qədər nifrətlə, zülmlə qəlbini ovutma. Sən özünü bu gedişlə məhv edəcəksən. Onsuz da deyir ki, 100 deyil, 1000 deyil iblisə uyan bütün bəşəriyyətdir. Sən də ki, belə şeylərə, necə deyərlər, takılma. Bayaq iblisin dediyini bu başqa cür deyir bir növ. Bu sırada dəhşətli göy gürültüsü başlar, gürültü ilə bərabər iblisin qəhqəhələri eşidilir. İxtiyar məyus və düşüncəli bir halda qülbədən çıxar, Arif əli alnında olaraq gürültü və qəhqəhələri dinlər, eyni zamanda səhnənin işığı azalır. Arif, fəsini qoyaraq şaşqın. Kimsin, nəçsin, söylə, nədir fikri məramın? Nərdən gəliyorsun, nəymiş şöhrət namın? İblis məğrur qəhqəhələrlə. Mən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim. Həp xaliqə təsbih idi, təhlil idi, verdim. İlk öncə mələklər məni təqdis ediyordu, Adəm kimi bir sayğısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrət-i şanım, Allah ilə bir zikr edilir nam-ı şanım. Önəmli bir nitqdir. Biz orada görürük ki, Arif ondan soruşur, sən kimsən, nəçisən? O da deyir ki, mən indi bir atəşəm, amma əvvəllər mələk idim. Hətta başqa mələklər də məni təqdis edirdi.
Amma Adəm kimi bilirsiniz də, iblisin mələklər cərgəsindən bir növ yaxşıların cərgəsindən çıxarılmasına səbəb Adəm olur və Adəm kimi deyir bir sayğısız axırda mənə ləkə vurdu, amma deyir ki, baxın təzad var. Buna ləkə vursa normalda nə olar? Ləkə vurubsa siz onun düşəcəyini gözləyirsiniz. Yəni ki, alçalacağını gözləyirsiniz. Düzdürmü? Ancaq biz nəyi görürük? Deyir, alçalmadı fəqət yüksəldi şöhrət şanım, Allah ilə bir zikr edilir namü nişanım. Artıq yetişir, anladım. İzahə nə hacət, qarşımdakı iblis imiş, eyvah nə dəhşət. Həp qəhr oluyorkən şu cihan xainlərinlə, bilməm nəyə gəldin bana, söylə. Deməli, iblisi tanıyır. İblis görək ona nə təklif edir? Baxdım səni məhv etmədə bin türlü xəyalət, gəldim verəyim qəlbinə bir nuri həqiqət. Fikir verin, biz onun hürriyyətə dəvət etdiyini görürük. Arif nə deyir? Haydi çəkil, işdə açıq yol. Fəsini bir tərəfə atıb əsəbi hallar keçirir, səhnə aydınlaşır. Xavər gəlir, həyəcan və təlaşla. Söylə Arif, aman nə oldu yenə? Yenə kimlər göründü gözlərinə? Arif, sorma, heç sorma Nazənin xabər. Bəni məhv etdi istirab-ı kədər, onu qolları arasına alır. Sən, əvət, sən də olmasan heyhat, bəni bir gün boğar şu qanlı həyat. Ah, o gözlər, bilir misin nə diyor? Nə diyor, söylə. Ruhu cəzb ediyor, söylüyor əski xatiratı bana. Sanki qarşımdadır gözəl Rəna. Bunu ona demir, bunu qırağa deyir və ona baxdıqca, xavərə baxdıqca Rənanı xatırlayır. Bu sırada ixtiyarla bərabər İbn Yəmin, Rəna, Zənci Çavuş və bir əskər əlində ufaq bir çanta daxil olurlar. Arif diqqət və heyrətlə ətrafa. Ah, o Rəna, Nazənin afət. Xavər, yenə bir şey mi oldu Arif? Arif, əvət, Rənaya yaxlaşaraq. Söylə, Rəna mı isminiz? Rəna Arifin əlini sıxar, heyrət və sevinclə. Arif! İbn Yəmin Arifi süzər ətrafa. Bizə bir əngəl olmasın şu hərif. Arif. Bu gəliş əf edərsiniz nerədən? İbn Yəmin məğrur və laibali. Səhnə-i hərbdən, mücadilədən. Arif acı təbəssümlə. Bir fəzilətsə öldürüb ölmək, canavar bizdən əşrəf olsa gərək. Bu nitqə diqqət edin, bu nitqin müəllifi Arifdir. İxtiyar onun qolundan tutaraq, Arif, oğlum, bırax şu münaqişəyi, gəl, işim var sənlə. Deməli, ixtiyar burada da müdaxilə edir. İbn Yəmin dışarıda pəncərə önündə Çavuşa, pək düşündün, nə var? Çavuş, bəyim, hər şey bir bəla işdə gördüyün Arif. Çünki Rənaya pək yaxın şu hərif. Deməli, Arifi bəla hesab edən kimi idi? Çavuş idi və o deyir ki, Rənaya daha yaxındır, yəni o bizim üçün problem olar. Daha müthiş bəla bizim əskər, qorqarım cümlə sirri faş eylər. Bizi görmüş də çünki Rənanın babasını qətl edən zaman, xain. Deməli, burada iki şəxsdən danışır. Bir Arif haqqında fikir səsləndirir, bir də əskər adında. Əskər adında deyəndə ki, yəni əskərdir, sadəcə kimliyi bəlli deyil. Bu əskər haqqında bizə bir fikir verir ki, Rənanın babası qətl edilən zaman bu əskər bizi görüb, o Arifdən daha bir müthiş bir bəladır. Bunu kim deyir? Çavuş deyir. Bu nitqə diqqət edin. Arif sağ tərəfdən daxil olur, onları dinlər. İbn Yəmin qafasını oynadaraq istehzalı təbəssümlə. Bir böyük ordu, bir yığın insan, bənim uğrumda oldu həp qurban. Keyfə sərf eylədim də milyonlar, yenə devlətcə etibarım var. Bən kimim? Bir ərəb, nə zənn etdin? Bir çocuqdan mı qorxar İbn Yəmin? Baxın, bura kimi olan hissəsini ayrılıqda versə çox adam iblisin nitqi zənn edir. Çünki o da öz etibarı ilə və bir yığın insanın, necə deyərlər, ona inanması ilə fəxr edir, düzdürmü? Amma bu nitq kimə aiddir? İbn Yəminə. Diqqətli olun. İşıq azalır, ağsaqqallı, möhtəşəm simalı bir Miralay xəyalı görünür. Rəna şaşqın və həyəcanlı. Ah, babam, bir də anlı şanlı babam, intiqam almadan inan yaşamam. Babasının xəyalı mühib və ağır bir ahənglə intiqam, intiqam çəkilir. Arif, aman bu nə hal? Rəna, babamın kim bulursa qatilini, ona bən səcdə eylərim ələni.
Bəni çöllərdə gəzdirən duyğu, intiqam eşqi, həp bu, yalnız bu. Deməli, Rənanı didərgin edən, çöllərdə gəzdirən nədir? İntiqam. Görünür, sizcə bəllidir qatil? Rəna deyir. Hayır, əsla bilinmiyor o səfil. Diyor İbn Yəmin, inan bana sən bulunurum nerede olsa qatili ben. Normalda İbn Yəmindir qatil, amma İbn Yəmin də Rənaya deyir ki, yalandan mən sənin atanın qatilini, babanın qatilini taparam. Arif, bəncə bir hilədir bu, dinləməyin. Bu sırada Vasiflə arkadaşı, küçük zabit silahsız olaraq yaralı bir Rus zabiti gətirirlər. Arif, Vasiflə küçük zabitə. Ah, nə munis, nə mərhəmətlisiz. Nerede rast gəldiniz şu zabitə siz? Vasif, pək yaxınlarda yol kənarında. Baxdıq, əhvalı xeyli pəjmürdə. Küçük zabit, bir əsir işdə düşman olsa belə, yenə lazım müavinət edirəm. Küçük zabit, Türk ordusu ətrafa bugün həmlə edərkən, İrana və ya Qafqaza imdada gedərkən, Rus ordusu durmaz çəkilirkən önümüzdən, Vasif, nə rəvadır ki şu parlaq günümüzdən, feyz almayaraq biz olalım qəflətə mail, satamaz milləti şəxsiyyətə aqil. Bu nitqə diqqət edin. Vasif, ani bir düşüncədən sonra kəskin və şiddətli. Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Sanki bir aforizmə çevrilmiş bu deməli misralarım deyən kimi idi, Vasif idi, buna da diqqət yetir. Ərəb zevkinə uyğun süslü bir salon, iblis xidmətçi ərəb qiyafəsində ötəyi bəriyi düzəldir. Bu sırada Arif sağ qapıdan girər, Rənanın qapıyı qapayıb getdiyini görüncə büsbütün şaşırır. İblis, söylə, dərdin nədir, aydın söylə. Arif, mərhəmət qıl da, aman, lütf eylə. Söylə Rənaya ki, Arif gəlmiş. İblis, anladım dərdini, lakin bu zor iş. Ona nail olur, ancaq onlar ki, avuclar dolusu altını var. Deməli, Rənaya çatmaq üçün ovuc dolusu altının olmasını meyar hesab edir. Bəndə yox altın, əzizim, zira uymamış sərvətə könlüm əsla. İblis yarım qəhqəhə ilə. Altının yoxsa silahın var ya, bəni öldür də qovuş sonra ona. Nəyə daldın, niçin oldun məyus? Deməli deyir, ya altın, ya da ki, gəl məni öldür silahına. Arif, çünki yox bir şeyim, əfsus, əfsus. Bir şeyin yoxsa da könlün var ya, bana ver könlünü. Deməli, nə istəyir artıq? Könül istəyir ondan. Arif, masa üzərindəki şərab qədəhini yakalar. Ah, aman, bir içim olsun, bana su. Sürahiyi alıb qədəhi rakı ilə doldurur. İblis, al iç. Deməli, iblis də onun içki içməyini istəyirdi. Arif yarıya qədər içər, yüz gözünü bürüşdürür. Eyvah, nə dəhşət, yahu, su deyil, səmli bir atəşdir bu. İblis başqa bir şişədən böyük bir qədəh dolusu şərab verir. Bu fəqət tatlıdır, al iç. Rəna əlində bir qaç parça kağız daxil olur. Şu kağızlar nə içindir yavrum? Onu bunlar edəcəkdir məhkum. Arif, əcəba kimdir o xain, miskin? Səncə pək bəlli hərif İbn Yəmin. Deməli, diqqətli olun, burada artıq hər şey bəlli olmağa başlayır. Bana ver, şimdi o azğın canavar bulur əlbəttə cəza qurtulmaz. Deməli, Arifdən, daha doğrusu Rənadan kağızları kim alır? Arif alır və sürətli addımlarla da gedir. İbn Yəmin daxil olur Rənaya. Get gülüm, sonra məhəbbət edəriz. Ariflə bərabər əli silahlı iki nəfər daxil olur. Arif İbn Yəmini göstərir. Tam kəndisi işdə, ah qəddar. İbn Yəmin, lakin çəkilirmi bu həqarət? Silah çəkmək istər. Bəllidir etdiyin xəyanət. İbn Yəmini alıb götürürlər. Xain yakalandı ən nihayət. Deməli, biz burada da nəyi görürük? Artıq İbn Yəminin tutulmasını görürük. İblis yarım qəhqəhə ilə, eşq olsun, əvət, böyük məharət. Arif, Rəna hanı, söylə gəlsin. Əfsus, bir zabitə uydu getdi. Sözünü kəsərək, bildim, yetişir o bəlli bir yol. Dərhal dışarı fırlar. Get, durma, fəqət yazıq, əmin ol, bəklər səni bir yığın cinayət, izlər səni bir yığın fəlakət. Deməli, burada da gələcəkdən bir nə görürük? Proqnoz görürük. Üçüncü pərdə.
Səhnə ilk pərdədə olduğu kimi İxtiyar şeyxin çardağını, gülbəsini göstərir. Şeyx dışarıda çardağın altında təsbih çəkərək dalıb getmiş. Sonbahar, öylə sisli bir hava. Deməli, sonbahar idi. Arif fəssiz olaraq gəlir, Xavər ona doğru qoşar, yaxlaşdığı sırada birdən-birə küskün və şaşqın bir tevr ilə ürküb geri çəkilir. Deməli, Xavər artıq ondan nəsə çəkinirdi. Arif deyir, Xavər, bana bax, zavallı Xavər, bir söylə, nədir bu halimiz müstər? Qoşdum sana sevdiyimdən, amma baxdım ki, sevilməyənlər əsla layiq deyil olmağa həm ağır. Ürkdüm də çəkildim işdə mədhuş. Dur, qəlbimi bir də yakma artıq. Arif fəqət intihara layiq, bəndən babana səlam edərsin. Gəlmişdi də, şimdi getdi dərsin. Gedəcək olur. Xavər biraz yaxlaşır. Yox, getmə, babam gəlir bu saat. Dur, verəyim xəbər. Cibindən yarı dolu bir rakı şişəsi çıxarır. Deməli, artıq içkini özü ilə gəzdirir. Of, qəmlərimə təsəlli ol sən. Hər dərdi unutmaq istərim mən. Son dəmləsi. Deməli, burada biz bir məsələni görürük. Onu deyim, sonra davam edərəm. Deməli, elə eləyir ki, iblis o içkiyə başlasın və biz burada da onun Xavərin yanında içdiyini görürük. Bu hissəyə diqqət. Son damlasına qədər içib şişəyi bir tərəfə atar, ətrafı süzdükdən sonra gözünə ilişən tabancanı yerdən alır, qurşunlarına diqqət edər. Deməli, bura diqqət edin. Burada tapança məsələsi sizi çaşdırmaq üçün deyə bilər ki, silahı güya, deyək ki, iblisin əlindən alır, xeyr, yerdən götürür bunu. Arif səndəliyərək, gəldinmi, Xavər? Sərxoşmu nəsin? Gəl, işdə əvvəl məhv et bəni, olmayım da əngəl. Arif vəhşi bir hücumla boğazından yakalayıb boğar, iblis də alçaq və məmnun bir qəhqəhə ilə. Al, işdə, budur cavabını ancaq. Xavər istirab və dəhşətlər içində əbədi bir sükutə varır. Deməli, sizə desələr ki, Xavəri necə öldürüb, boğaraq öldürüb, silahla öldürməyib. İxtiyar, gəlir, Xavərin cənazəsini görüncə, ah, o nə, eyvah, nə olmuş ona? Məyus və şaşqın baxışları ilə cənazəyə yaxlaşır, qollarını köksündə çarpaz edər, titrək və acı bir fəryadla, söylə, aman, söylə mələk Xavərim, kim sənə qıydı, aman, söylə kim? Yavrum, aman, nazlı mələk Xavərim. 4-cü pərdə. Ormanda bir cığır, Ariflə Rəna gəlir, kənarda ıslıq çalınır, bir qurşun atılır. Rəna diksinir təlaşla. Qurşun səsi. Laubali qəhqəhə ilə cibindən bir revolver, yəni silah çıxarır. Heç qorxma, yanımda həm silah var, həm də altın. Evet, nasıl da parlar. Demək, bunun artıq qızılı da var. Bir avuc altın çıxarır, əlində oynadıb cibinə qoyar. Haydutlar arka tərəfdə ağaclar arasında görünür, heyrətlə onları dinlərlər. Rəna, nereden sana anlamam şu sərvət? Məğrur qəhqəhə ilə. Bir arkadaşımdan oldu qismət. Pəncəmdə həlak oldu, boğuldu, sərraf idi, həm də xeyli zəngin. Kənardan iblisin mənalı və istehzalı qəhqəhələri eşidilir. Burada artıq Rənaya etiraf edir ki, adam öldürüb, çünki pəncəmdə həlak oldu deyir. Sus, bir ləkədir bu söz sənin üçün. 5 altına qarşı bunca vəhşət, haydutlar ortaya fırlar. Birinci haydut, altınları ver, ikinci haydut, ver həpsini. Bu sırada vüqarlı, müsəlləh, zabit qılıqlı, qalın bıyıqlı, gür, qara saqqallı, zində və mühib simalı Elxan ağaclar arasından çıxar, ətrafda 2 kurşun atılır Elxan haydutlara. Durmayın, haydi bir baxın da nə var, bəkçilər zərrə qəflət eyləməsin, ələ bir av keçərsə siz gətirin. Bana bax, kim dökərsə haqsız qan, ən ağır bir cəza verir Elxan. Bu sırada gedən haydutlar 2-3 çingənəv ilə İbn Yəmini silahsız olaraq gətirirlər. Elxan onu görüncə tanır. Söylə, kimsin, adın nə? İbn Yəmin. Elxan deyir, Ariflə Rənaya yarım qəhqəhə ilə. Bəni astırmaq istəyən şuləyin, işdə bir av ki, izlər avcısını. Bu nitqə diqqət, Elxanın nitqidir. Biz öyrənirik ki, vaxtı ikən İbn Yəmin Elxanı astırmaq istəyib. İbn Yəmin diz çökər. Aman, əfv et, qüsurluyam Elxan. İblis ağaçlar arasından çıxar. Yahu, səni kim buraxdı? İblis məğrur bir tevr ilə əlini köksünə qoyaraq kəndim. Arif Elxana. Bir müthiş o sahibi kəramət,
Xoş gəldin, aman nə mütlü saat. İblisin əlini öpən kimdir? Arifdir, fikir verin ha. Yəni Elxana onu tanıdır, sahibi kəramət kimi. Elxan, kimsin əcəba, səndə ki var böylə məharət. İblis, mən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət. Bir qüdrətli külliyə ki, aləm bana bədxax, dünyada əgər varsa rəqibim, o da Allah. Mən şərqdə abid olurum, qərbdə rahib, bir qazi olub gah edərim fitnələr icad, bəzən olurum bir çoban, azadə bir insan, bəzən olurum zülmü fəsad, aşiqi sultan. Fikir versəniz, biz burada iblisin cildən cildə girdiyini və Allahı rəqib hesab elədiyini görürük və özünü Elxana bu cür tanıdır. Bu halda ixtiyar Xavərin babası başı açıq olaraq pərişan hal və məcnunanə bir qiyafətdə ağacların arasından çıxar. Həyəcanlı və çılğınca bir fəryadla, ah Xavər, sana kim qıydı gülüm, mən dururkən sənə layiqmi ölüm, onlar eyvah o səfir insanlar, qəlbi vicdanı sönük qaplanlar. Elxan sözünü kəsərək, söylə, at söylə, bilinsin dərdin, o sönük qəlbi ısındırmaq üçün nə dilərsin yaparım, etmə kədər. Deməli, Elxan ixtiyardan öz dərdinə çarə üçün soruşur. Bana imdad edin, eyvah imdad, əmr edin, şimdi bulunsun cəllad. Xavərin xəyalı intiqam. Deməli, intiqam istəyən sadəcə Rəna deyil, Xavərin xəyalı da intiqam istəyir. İşte o dilbər mələyim, getmə dur, mən də bərabər gələyim. Çılğınca qəhqəhələrlə onu izlər, islıq səsi eşidilir, Vasif və İbn Yəminin çavuşu 2 nəfər başqa haydutla gəlir. Vasif Rənaya, şu zalım xunxar babanın qatili olmuş. Rənaya bunu bilgi olaraq verən kim? Vasif. Elxan növbətçiyə. Al bunu, söylətmə daha. İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilib durur. Elxan, hazır ol, 1, 2, 3 nişançılar ortada sıraya duranların yaylım atəşi ilə qurşuna düzəldər. Həpsi, ah, eyvah. Elxan Vasifə İbn Yəminin cənazəsini göstərir. Bana bax, izləməsəydin dədəmin ələ keçməzdi inan İbn Yəmin. Xeyli məmnunim əzizim səndən, söylə yavrum, nə dilərsin bəndən? Deməli, Vasifə buna görə təşəkkür edir. Rəna göstərir İblis. O gözəl afətə məftun çocuq. Rəna Arifə. Sən bənim əski pərəstişkarım, Vasif göstərir. Bu isə ən yeni bir dildarım. Haqqı əfsus edəməm mən inkar, çünki Tanrımla mənim əhdim var. Bulsa hər kim babamın qatilini, bil ki məmnun edər ancaq o bəni. Deməli, biz burada Arif və Vasif arasında Rənanı müqayisə etdiyini görürük. Arif Rənaya, nə demək? Sən bu çürük lafı burax. Yox, bu mümkün deyil, əsla, bana bax, bir düşün, əldə dururkən şu silah, böylə təhqirə dayanma. Arif ətrafa təhəssürlə. Ah, bir Vasifi görsəm, əfsus. Qardaşım, sevgili Vasif, bana gəl, səni görsəm, bəni qorxutmaz əcəl. Vasif ətrafa, ah fəqət, qardaşım Arifə qaldım həsrət. Nərdəsin, gəl bana Arif, əlan. Kim bilir, bəlkə əcəl verməz aman. İblis, hazır ol, 1, 2, 3, silahlar açılır, Vasif düşər. Ah, Rəna, Vasif, eyvah, cənazə üzərinə qapanı bağlar. Arif şaşqın, nasıl, Vasif mi? İblis acı qəhqəhə ilə. Öylə ya, Vasif, o Vasif ki, səni eşqi yıllarca əsir etmişdi. Sana qurban oluyor, bax şimdi. Deməli, biz burada Arifin hisslərə qapılaraq Vasifi, yəni öz qardaşını öldürdüyünü görürük. Kimdən ötürü? Rəna'dan ötürü. Arif şaşırır, Vasifə yaxlaşır, dəlicəsinə, tədqiq edər, son dərəcə həyəcanlı. Qardaşım, ah, o əvət, Vasif oyan, ah, visalın nə yaman oldu, aman, şu vidayin daha müthiş, Vasif. Dur, bərabər gedəlim. Əlindəki silahla intihar etmək istər, Rəna isə ona mane olur, buna da diqqət edin. Of, Arif, bir ixtiyar silah Arifin əlindən düşər, Vasifə baxıb qorxar, geri çəkilər. İblisi sərsəmcə baxışlarla süzüb durur. Yəni ümumi hamı. Sənsin bu cinayətlərə bais, qəhr olmalı, məhv olmalı iblis. Baxın, bunu Arifin nitqi kimi verib sizi çaşdıra bilərlər. Bunu ümum deyir, yəni hamı. Hər tərəfdən hücum etmək istərlər. İblis gah istehzalı və məğrur, gah çılğın və qorxunc qəhqəhələrlə. Bənsiz də əmin ol, sizə rəhbərlik edən var. Qan püskürən, atəş savuran kinli krallar, şahlar, ulu xaqanlar, o çılğın dərəbəylər.
altın və qadın düşkünü divanə bəbəklər. Bin hiylə quran tilki siyasilər, o hər an məzhəb çıxaran, yol ayıran xadimi ədyan. Onlarda bütün fitnə və şər, zülmü xəyanət, onlar duruyorkən bəni təhqirə nə hacət. Deməli, burada dünyada fitnə çıxaran bütün insanları sadalayır və deyir ki, bunlar varkən mənə nə hacət. Və məşhur bu nitq. İblis nədir? Cümlə xəyanətlərə bais. Ya hər kəsi xain olan insan nədir? İblis. Daha sonra yaradıcılığa baxaq. Hüseyn Cavidin yaradıcılığında iblis faciəsinin xüsusi yeri var. Görkəmli ədib bu əsərində ilk növbədə müharibələrin səbəblərini aydınlaşdırmağa çalışmış, insanlara ölüm, fəlakət gətirən ədalətsiz müharibələrin törətdiyi faciələri əks etdirmişdir. Mələyin müharibələrin səbəbini bəşəriyyətin iblisə uymasında, iblisin isə insanların özündə onun mənəviyyatındakı nöqsanlıqlarda görməsi əsərə fəlsəfi bir mahiyyət gətirir. Baxın, bu cümləyə diqqət. Əsərə fəlsəfi mahiyyət nə gətirir? Bu məsələ. Cavid bu ikili münasibəti müxtəlif xarakterli insanların və hadisələrin fonunda əsər boyu izləmiş, nəfsin, altun, qurşun hərisliyinin yaratdığı dəhşətli məqamları təsvir etməklə müharibələrə nifrət hissi aşılamışdı. Faciənin qəhrəmanı Arif ilk səhnədə həqiqət axtarışına çıxan, həyatı dərk etməyə çalışan, mənəvi saflığını qorumağa can atan bir gənc kimi diqqəti cəlb edir. Haqq ədalət axtarışları Arifi kamil insana çevirmir. Öz nəfsinin quluna çevrilən Arif altın və qurşun sınağından çıxa bilmir, mənəviyyatındakı ciddi qüsurlar onu cinayətə sövq edir. Əsərdə diqqəti daha çox cəlb edən iblis mifik obrazdır, fikir verin. İnsanların iradəsizliyi, öz mənəvi ehtiraslarının əsrinə çevrilməsi iblisi sevindirir. İblis onu şər əməllər törətməklə günahlandıran, bütün bəlaların səbəbkarı sayan insanlarla razılaşmır, əsl təqsirkarın insanın özü olduğunu söyləyir. Əsərdəki İxtiyar Şeyx, Rəna, Elxan və başqaları fəlakətləri fərqli şəkildə yaşasalar da, onların hamısı müharibələrin insanlara böyük məhrumiyyətlər gətirdiyi qənaətindədir. Demək, bunlar müsbət bir qütbü təşkil edir. Əsərdə vətənpərvər zabit Vasif, var-dövlət hərisliyinin qatilə çevirdiyi İbn Yəmin obrazları da diqqəti cəlb edir. İblisdə real müharibə səhnələri, gerçək döyüş vəziyyətləri yoxdur. Bəzən bunu var deyib sizi aldada bilərlər, diqqətli olun. Müharibənin ən böyük şər kimi təqdim olunduğu faciədə orduların deyil, insanların qarşılaşmasının diqqət mərkəzinə çevrilməsi ibrətamizdir. Hüseyn Cavid qanlı döyüşlərdə iştirak edən, böyük fəlakətlərin şahidi və iştirakçısı olan insanların taleyi timsalında müharibəyə münasibəti ön plana çıxarmışdır. Əsərdə qaldırılan problemlər sənətkarın yaşadığı dövrdə baş verən faciəli hadisələrin əks sədasıdır. Faciədə konfliktin mənəvi aləmin müxtəlif qütbləri arasındakı ziddiyyətlər əsasında qurulması, fikrin, mənanın qüvvətli və emosional ifadəsinə xidmət edir. İblis, müharibələrin əsl mahiyyətini açıb göstərən və müharibə əleyhinə yazılmış faciədir. Dramaturq hərbə uymuş insanlığın faciəsini göstərməklə bəşəriyyəti bu dəhşətli bəladan xilas olmağa səsləyir. İblis faciəsi bənzərsiz bədii sənətkarlıq xüsusiyyətlərinə malikdir. Oradakı monoloq və dialoqlar dramaturqun romantik fəlsəfi üslubunda özünə məxsus yeri var. Əsərdəki orijinal bədii təsvir və ifadə vasitələri, aforizmlər, poetik fəlsəfi ümumiləşdirmələr obrazların xarakterini açmaqla yanaşı fikrin hikmət tutumunu artırmışdır. Faciədə lirik ünsürlərdən geniş istifadə olunmuşdur. Əsərlə bağlı önəmli məqamları dedik. Əlavə qayda kitablarından da faydalanıb biliklərinizi genişləndirə bilərsiniz. Sağ olun, salamat qalın.